Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb, ha. Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir. Axar az xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib. Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara Dəniz hövzəsindədir. Bütün bunlar cənab prezidentin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır, Hacıyev bildirib. Onun sözlərinə görə bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir. İlham Əliyev Daşkənddə Zəngəzur dəhlizindən danışdı. Azərbaycan prezidenti İlham Əliyev 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Report.un Özbəkistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə çıxış edərkən deyib. Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək, deyə o bildirib. Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək. Bu dəmir yolu orta dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir. Azərbaycan bu qurumun üzvü oldu. Bu nə deməkdir? Prezident İlham Əliyev Daşkənddə Özbəkistan prezidenti Şövkət Mirzəyevin sədrliyi ilə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak edir. Bu, Azərbaycan dövlət başçısının Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşündə sayca 3-cü iştirakıdır. Şah Mirzəyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinin tam hüquqlu üzvü qəbul edilib. Bu, praktikada nə deməkdir? Axar az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, SSRI dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri arasında münasibətlər hamar deyildi, sərhəd problemləri mövcud idi, bəzən bu silahlı toqquşmalara səbəb olurdu. Bu gərginlik arxada qalıb. Mərkəzi Asiya ölkələri aralarındakı mübahisələri həll edərək əməkdaşlığı gücləndirməyə qərar veriblər. Bu arada Rusiya və Çinin bölgədə təsir gücü artıb. Buna baxmayaraq, Rusiyanın siyasi, Çinin isə iqtisadi gücü Mərkəzi Asiya ölkələrini narahat etməyə başlayıb və bölgə dövlətləri Moskva və Pekindən asılılıqlarını azaltmaq üçün ABŞ və Avropa Birliyi ilə əlaqələri gücləndirməyə, məhsullarını fərqli bazarlara çıxarmağa üstünlük veriblər. ABŞ və Avropa Birliyinin 5-1 formatında Mərkəzi Asiya ölkələri ilə artan təmasları və ortaq investisiya layihələri də bundan xəbər verir. Bu yerdə Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti artıb. Mərkəzi Asiya ölkələri strateji məhsullarını Avropa və ABŞ bazarlarına nəql etmək üçün orta dəhlizin davamı kimi Trump yolundan Zəngəzur dəhlizi istifadə etməyi planlaşdırırlar. Bu məqsədlə Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan prezidenti ilə görüşləri və müzakirələri intensivləşdiriblər. Son 3 ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər. İlham Əliyev isə 3 il ərzində Mərkəzi Asiya ölkələrinə 13 dəfə səfər edib. Bu arada Azərbaycanla Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. Özbəkistan prezidenti Şövkət Mirzəyevlə Azərbaycan prezidenti İlham Əliyev arasında isti münasibətlər mövcuddur. Bu, iki ölkə arasındakı münasibətlərə müsbət təsir edir. Azərbaycan, Türkiyə və Özbəkistanla birgə Türk Dövlətləri Təşkilatını da gücləndirməyə çalışır.